2025-ci ilin Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili elan edilməsi münasibəti ilə aprelin 14-də Baş Prokurorluğun və Elm Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyev və Suveren Azərbaycan mövzusunda konfrans keçirilib. Konfransda prokurorluq, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib. Konfransı giriş nitqi ilə Qarabağ Universitetinin rektoru Şahin Bayramov açıb və vurğulayıb ki, universitetin fəaliyyətində Ulu Öndər Heydər Əliyev irsinin dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir. Elm və Təhsil Naziri Emin Əmirullayev çıxış edərək Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. Baş prokuror Kamran Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş prokuror bildirib ki, ümummilli lider dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyətinin nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub. Məruzətçilər 1995-ci il Konstitusiyanın qəbulu ilə əsaslanan hüquqi bazanın bu gün də ölkənin inkişafına möhkəm zəmin yaratdığını bildiriblər. Daha sonra Qarabağ Universitetinin maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb. Konfransda Azərbaycan Respublikasının suverenlik yolu ilə adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV Xankəndi.